Salam millət, Məhəmməd Mirzəli ilə danışırıq. Nələr haqda, nələr baş verir. Məhəmməd, xoş gördük. Xoş gördük Tural bəy, sizi və bütün izləyicilər salamlayıram. Zahid Oruc illərdir mühacirlərlə, bizimlə mübarizə adı ilə büdcədən milyonlarla pul ayırıb özünə, mərkəzinə, amma bir qələt edə bilməyən vəzifəsindən qovuldu, verildi Medianın İnkişafı Agentliyinə. Söhbət Sosial Tədqiqatlar Mərkəzindən gedir, bu onun rəhbəri idi. Və məlum olur ki, bir neçə dəfə bizim haqqımızda terrorçu damğası ilə çıxışları, İlham Əliyevə verdiyi məsləhətlər hamısı puç oldu. İndi qulağından tutub atdılar bayıra. Amerika Birləşmiş Ştatlarında mühacirlərə qarşı Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin tərəfindən edilən zorakılıqlarla da danışacağıq. Yeni detallarla sizi tanış eləyəcəyik. Nələr baş verib və Amerikada hazırda araşdırma gedir. Hökumət mediası bir şey deyir. Deyirlər ki, bəs İlham Əliyevin otelinə, onun özünə hücum olacaqmış. Vaşinqtondakı səfirlik isə tamam başqa bir şey deyir. Deyir ki, avtomobilə hücum imiş. Təhlükəsizlik Xidmətinin avtomobilinə. Amma hamısı yalanmış. Sona qədər izləyin, bəyənin və paylaşın, daha çox insan izləsin. Azad Söz, Made in Azərbaycan kanallarına abunə deyilsinizsə, abunə olun. Sizdən gizlədilən gerçəkləri danışırıq və göstəririk. Deməli, ötən gün İlham Əliyev fərman imzaladı. Fərmanda deyildi ki, Zahid Orucun rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzi birləşdirilir Medianın İnkişafı Agentliyinə. Artıq Zahid Orucun əlindən alındı. Zahid Orucdan bir xəbər çıxmayıb, susub, səsini salıb içinə. İndi Məhəmməd onun özünə də zəng edəcək, soruşacaq ki, necəsən, vəziyyətin necədir? Heç kəsə heç bir açıqlama vermir Zahid Oruc, girib hininə çıxmır. Məhəmməd, nəyə görə Zahid Orucun əlindən bunu aldılar? Bildiyiniz kimi Tural bəy, demək ki, dəfələrlə Zahid Oruc Milli Məclisdə, Azərbaycanın Milli Məclisində, Avropada, ümumiyyətcə Amerikada, dünyanın müxtəlif yerlərində yaşayan aktivistlər, blogerlər, jurnalistlərə qarşı terror çağırışı etmişdi və bunu hər dəfəsində təkrar edirdi və düşünürdü ki, bu itirmiş və burada görürsünüz. Siz bir videonu təqdim edəndən sonra mən danışım. Aha, yaxşı. Qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçiləri məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan qaçqınların statusuna dair konvensiya o adamların immuniteti ola bilməz. Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmlərini nəşə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır. Sağ ol. İlk öncə bir arayış vereyim. Bu 2024-cü ilin Zahid Orucun çıxışı idi və Zahid Oruc bu təlimatları kimdən alırdı, kimlərdən alırdı, özbaşı üçün deyil, ondan danışacağıq. Əgər İlham Əliyevdə qeyrət və gözünün biraz açılması baş verirsə, onda təkcə Zahid Orucu cəzalandırmaz işindən azad etməklə. Ona bu tapşırıqları verən az sonra açıqlayacaq kimdir. Ona da dəyər, o generallara da dəyər toxunar. Və 24-də bu çağırışlar etdi, bir il müddətində proseslər getdi, cinayət işləri bizə açıldı ki, Zahid Oruc deyirdi, bunlara cinayət işi açaq və təbii ki, onun havadarları bunu tapşırmışdı, cinayət işləri açdılar, hökmlər verək, qiyabi hökmlər verdilər və ondan sonra da Almaniyadan, Fransadan onları istəyək, onlar verməsələr, legitim hədəflər kimi onları vuraq, öldürək. İndi bütün bunlar puç olub. Heç bir şey deyə bilmirlər. Arada milyonlar getdi, vaxt da getdi. İlham Əliyevin avtoriterliyi də getdi, hörməti də getdi, nüfuzu da getdi. Əslində bunun qalxutundan tutub dartmalı və əməlli başlı cəzalandırmalıdır. Belə işindən azad etmək yox. Anlamalıdır ki, Əliyevin özünə təxribat elə bu eləyirmiş. Məhəmməd, buyur. Təbii ki, bax mən açıq-aydın deyirəm ki, Zahid Orucla bağlı mən Fransada, yəni bu çıxışlarından sonra dəfələrlə şikayətim olub. Yəni Zahid Oruc bir günlər nə vaxtsa Fransaya daxil olarsa, Fransa baxmayacaq, onun diplomatik pasportu var, yoxdur. O adamın xırtdəyindən yapışılır, çəkə-bura istintaqa. Şəxsən bu adam mənim ölümüm üçün konkret olaraq deyir ki, orada
2024-cü ilin 5 martında mənim ölümüm üçün, mən öz yerimə danışıram. Yəni təbii ki, mən də az öncə dediyim kimi, hər kəsə çağırış edib bunu terror mediası deyəndə bu bizim nəzərdə tutulur. Blogerlər, jurnalistlər, təhqir maşını filan. Yəni mənim ölümüm üçün çağırış edib Milli Məclisdə, Azərbaycanın Milli Məclisinə. Yadınıza gəlirsə, bir zamanlar Milli Məclisin keçmiş spikeri Adil Əliyev, hazırda Suraxanı rayonu icra hakimiyyətinin başçısı, mənim Fransada öldürülməyim üçün Anar Əlizadə filan, bunlar hamısı bir yerdə birləşib mənim adam göndərmişlər üstümə. Hətta Adil Əliyevin oğlunun ən yaxın dostu Tural Məmmədli adında olan o kriminal aləm, mən belə şeylərə maraqlı deyil mənim üçün. Daha çox, yəni orada kriminal aləmdə özlərini nə bilim böyük qardaş deyən bu şəxslər mənim öldürməyim üçün gəlmişdilər. Bu şəxslərin təsdiq olunub ki, Adil Əliyevin oğlunun ən yaxın dostları idi. Yəni bu adamlar zamanında Adil Əliyev səhv elədi, Adil Əliyevin vurdular, xırtdayından yapışdılar, göndərdilər Suraxanı rayon icra hakimiyyətinin başına. İndi bu Zahid Oruç da elə düşünürdü ki, buna təlimat verənlər, az sonra deyəcək kimi təlimat verirsə buna, buna təlimat verənlər bunun dəstək olacaqlar, bunun hər zaman arxasında olacaqlar. Danışdı, gördülər ki, yox, Zahid Oruç hər şeyin zibirini çıxartdı. Zahid Oruç bəlkə də deyilməyəcək sözlər dedi Milli Məclisdə ki, bu adamlar 1951-ci il Cenevre konvensiyasına baxmayaraq zərərsizləşdirilməlidirlər. Ölməlidirlər. Nə deməkdir? Siz demək ki, 1951-ci ildə Cenevre konvensiyasına Azərbaycanla bilirsiniz ki, o konvensiya daxildir və konvensiyanı qəbul edib ki, qaçqınlara qarşı, yəni sığınacaq axtaran insanlara Azərbaycanda hətta belə normal sığınacaq verilməlidir bu günlərim. Yəni Azərbaycan ona hörmət etmir deyir. Yəni deyir ki, mən ona hörmət etmirəm. Yəni mənim ölkəmdən qaçmış, mənim öz ölkəmdə işgəncəyə məruz qoyduğum, qaçıb başqa ölkədə sığınacaq alan insanları öldürmək lazımdır. Və Zahid Oruç bir dedi, Zahid Oruç təzən ikinci dəfə dedi, üçüncü dəfə dedi. Ondan sonra da Zahid Orucun dalından dəydilər, göndərdilər, dedilər ki, kişi. İndi ona təlimat verənlər var idi. İndi düşünürəm ki, Azərbaycan hakimiyyətinin içərisində daxilində bir ağıllı adamlar da var da. Görürlər ki, Zahid Orucun bu çıxışları, bu dedikləri onların özlərinə qayıdır. Və sabahları Məhəmməd Mirzəliyə bu çıxışdan sonra Tural Sadıqlıya hücum olunanda, bu insan sağ qalanda aparıb polisə göstərəcək ki, mən Milli Məclisə... Polisdə onsuz da bütün bu çıxışlar var. Əvvəldən var. Onu demirəm. Ümumiyyətlə, məsələn, cinayət işində artıq orada həkk olunacaq ki, Zahid Oruç filan tarixdə, filan yerdə Milli Məclisdə çağırış eləmişdi ki, Tural öldürülsün, Məhəmməd öldürülsün, Əfqan Muxtarı öldürülsün, Sadıqlı öldürülsün, gəlib. Ümumiyyətlə, bu insanlara qarşı, hamıya qarşı. Sözümün canındadır ki, Azərbaycan hakimiyyəti başa düşdü ki, Zahid Oruç boş, cəfəng, mənasız, lazımsız insandır. Zahid Oruç bu formada çıxışlar etməklə şəxsən prezident ailəsini, İlham Əliyevi və onun öz ailə üzvlərini hədəfə çevirdi. Bunu görən insan, bunu görən Tural Sadıqlı, bunu görən nə bilim digər şəxslər Zahid Oruca çıxıb deyəcəkdi ki, çox sağ ol, bizi öldürmək üçün çağırış edirsən, bizə təşəkkür edirsən cənab prezidentə. Yox, nədilər? Aqressiv oldular, söydülər ağzına, burnuna, İlham Monti, Mehman Hüseynov neynir bu günlər? Gəldi, Zahid Orucun bu çıxışlarından sonra, Əlin Ağayevin etdiyi səhvlərdən sonra, o Şadlınskinin etdiyi səhvlərdən sonra, Orxan Sultanov kimi Biqiriyyətin etdiyi səhvlərdən sonra götürdü, qoydu balaca Heydərin həyat yoldaşı Alyona Qoncarın, Qancığın bütün videolarını, şəkillərini ictimaiyyət təqdim etdi. Bundan sonra nə varırlar? Bunlar bilmirlər axı neynəsinlər, başlarını itiriblər. Hikmətə şey verdilər ki, Hikmət gör neyniyə bilirsən. O Hikmət Hacıyev də götürdü o dırnaq arası, o çöldə, mən daha demirəm da, o qadınlarını, divar şikləri götürdü ki, bəs çıxın Alyonanın müdafiəsinə. Başladılar onlar da, biri bığın qırıq, biri pamadasını vuranda, özə baxırsan, hamısı da mehman demişsin, hamısı eynidir, dodaq eyni, qaş eyni, öz eyni, hər tərəfin botokslarıblar. Bunlar da Azərbaycan cəmiyyətini örməyə olanlar heç bir şey olmaz, mən heç bir şey deyilməm. Qayıdan Zahid Oruc məsələsinə və digərlərinə. Onu demək istəyirəm ki, Zahid Oruc özünü Milli Məclisdə, ondan bağlı mən video çəkmişdim, özünü Milli Məclisdə çox ağıllı aparırdı. Zahid Oruca elə bir ki, qurum vermişdilər, Zahid Oruca yer vermişdilər, Zahid Oruca yüzlərlə troll dəstələri vermişdilər, işçi vermişdilər. Zahid Oruc da Məhəmməd Mirzəliyə qarşı, Tural Sadıqlıya qarşı mübarizə aparıram adı altında milyonlar yiyirdi illik. Yanına qarırdı, boş, cəfəng, belə deyəcəm, lazımsız raportlar hazırlayırdılar Zahid Oruc və onun ətrafında. Axırda gördülər ki, nədir? Zahid Oruca kişi, heç bir xeyri yoxdur. Zahid Orucun özünün özünə xeyri. Və həm də səhv məlumatlar verir. Ona üzr istəyirəm, keçə Zahid Oruc əsas bir fiqur deyil ki, onun üzərində bizə çox da fokuslanaq.
onu danışdıran, dilləndirən şəxslər var, qurum var, generallar var. Nədir söhbət, nədən gedir? İndi hocam, İlham Əliyevə Dövlət Təhlükəsizlik Xidməti, bax bu hissəni xahiş edirəm, diqqətlə qulaq asın. Azərbaycan hakimiyyətində qeyrəti olan vəzifəlilər varsa, ən azından Əliyevə söz çatdıra biləcək, fikir bildirə biləcək, bilmirəm, Hikmət Hacıyev deyirlər, bunu eləyə bilir. Hikmət Hacıyev də görürəm ki, Orxan Sultanovla Əli Nağıyevin uşaqlarının işləri ilə məşğuldur. Az qalsın dayəlik eləsin. İşçilər kimi götürür uşaqlarına layihələr verir. Əli Nağıyevin oğluna İlhama və s. bir-birlərinə güya dəstək olurlar. Amma qeyrəti çatan biri varsa vəzifəlilər içərisində Əliyevə bu şapalağı vursunlar, bu sözləri, xəbəri çatdırsınlar yəni. Əli Nağıyev İlham Əliyevə təsir etməlidir. Təsir etmək istəyirdi ki, dövlətin büdcəsindən çoxlu pullar alsın mühacirlərə qarşı mübarizədə və eyni zamanda öz idarəsində yeni ştat işçilər, yeni ştat şöbələr yaratsın və bundan sonra mirası da yaratdılar. Miras adında bir qurum yaratdılar DTX-nın tərkibində. Güya mühacirlərə qarşı mübarizə və onların içərisində güya ölkənin digital sistemini öz əlində saxlamaq. Bu nə deməkdir? Ölkəni öz əlində saxlamaq deməkdir. Əli Nağıyev buna çalışırdı. O miras şöbəsini DTX-nın tərkibində yaratmağa nail olur İlham Əliyevin fərmanı ilə. Bilirsiniz nə deməkdir? Bu şöbə Azərbaycanda bütün digital sistemə nəzarət edəcək. Kim həkimə gedir, qeydiyyata düşür, DTX xəbəri olur bundan. Yəni, ölkənin hər kəsin datası, məlumatları DTX-nın əlinə keçir. Bu kimin əlinə keçir? Əli Nağıyevin əlinə keçir. Vəzifədə qaldıqca da, İlham Əliyev gözünü də yumduqca da, bu ölkənin idarəçiliyini əlinə keçirmə bir şeydir. Bu kiçik mühacirləri 2x2 idi. Əgər dövlət ağıllı şəkildə yəni də sıradan çıxartmaq istəsə. Sıradan çıxartmaq yox, barışıq elan edərək, problemsiz kiminsə burnunu qanalmadan öz vətəndaşın kimi bağrına basmaq, milləti bağrına basmaq, bütün bunlardan əl çəkmək 2x2-dir, asan bir şeydir, amma bunları etmədi. Əlqərəz, mən mahiyyətə gəlirəm, dəyərli vətənlər. Məhəmməd, üzrlü hesab et, bunları deməliyəm, çox vacib məqamlarda söz verəcəm indi sənə. Və Əli Nağıyev necə təsir etsin İlham Əliyevə? Özü desə, Əliyev deyə bilər ki, sən kimsən, otur yerində, sən nə məsləhət verirsən mənə, nəyə bilirəm, mən deyərəm. Amma ictimai bir fikir formalaşdırmaq lazımdır. Əliyevə ictimai fikir kimi təsir etməyi də tapşırıb bir neçə deputata, onlardan da biri Zahid Oruc olub. Çıxışları ilə 2014-də, 2015-in əvvəllərində dəfələrlə çıxış edir, mühacirlər belədir, terrorçudur, onlardan barışmaq olmaz, onları sıradan çıxarmaq, zərərsizləşdirmək lazımdır. Bu və özünün mərkəzinin hesabatları İlham Əliyevin qarşısına, masasına qoyulur və deyilir ki, cənab prezident, bunları bu şəkildə zərərsizləşdirmək və bunun da yolları budur və eyni zamanda buna da təbii şəkildə pullar tələb olunur, DTX-ya getməlidir, bizim mərkəzə gəlməlidir, trollara xərclənməlidir və nəticədə İlham Əliyev də bunların sözünə qulaq asır. Dediyim kimi, təkcə Zahid Orucun sözü deyil bu. Kompleks DTX-nın planıdır bu. Ay Əliyev, sənin atan axı KGB-şnik olubdur. Bu dəsti xəttləri sən bilməlisən. Bunları keçməyibmi sənə? Öyrətməyibmi ki, bu DTX xəttidir? Bu qədər avam ola bilmərsən. Amma sonda görünür ki, anlayır ki, Əliyev bütün bunlar mühacirlərə qarşı mübarizə metodları hamısı puç olub. Sən öldürməklə onsuz da nəyə nail ola bilərdin ki? Məhəmmədi öldürəcəksən, mən sağam, məni öldürəcəksən, Məhəmməd sağdır, 3-ü öldürəsən, 5-i sağdır, 10-u sağdır. Görürsən, Amerikada belə hər yerdə qarşına çıxa bilənlər olacaq. Vidadi İskəndərlini öldürdünüz, nə xeyri oldu, daha böyüdü. Və ölkədə artıq Əliyevin özü də anlayır ki, bütün ictimai rəy onun əleyhinədir, ailəsinin əleyhinədir. Və nəticədə Zahid Orucu çıxartdı. Amma təkcə Zahid Oruc burada günahkar deyil. DTX da günahkardır. DTX da günahkardır. Bunun da görürsən, bilirsən. Bilirəm, burada maliyyə sistemi, biznes imperiyaları var. Nağıyevlər qardaşları sənə necə tikinti şirkətləri və s. yollarda xidmət edirlər. Amma bir balaca cəsarətin olsun, qeyrətin olsun.
Buyur, söz sənə verirəm. Mən ikinci videonu da göstərim, ondan sonra gəl. Zahid Oruç bu il artıq nə çıxış eləyirdi? Quyruğu qapı arasında olduğunu hiss etmişdi. Ölkəmizə qarşı informasiya hücumlarına biganə qalmamalıdır. Söyüş və təhqir Üzr istəyirəm. Azərbaycanın ünsürlərinin ölkəmizə qarşı informasiya hücumlarına biganə qalmamalıdır. Söyüş və təhqir azadlığı demokratiya deyil. Azərbaycanın məhkəmə orqanları antikonstitusion çağırışlar yayan və milli dəyərləri gözdən salanlara qarşı hüquqi hökmlər çıxarıb, cinayətkarları Almaniya, Fransa və digər ölkələrdən geri istəyir. Biz Avropa Birliyinin hökumət və məhkəmə orqanlarının beynəlxalq konvensiyaların tələblərinə uyğun addım atmalarını gözləyirik. Mətbuat və söz azadlığı terrorçuları qorumaq üçün çətir ola bilməz. Müstəqil dövlət. Gördüyünüz kimi fevral ayında 10-15 gün bundan əvvəlin bu çıxışıdır. Quyruğu qapı arasında qalıb və anlayır ki, nə Fransa verir, nə Almaniya verir, nə başqa ölkələr verir mühacirlərə, Azərbaycana. Onları gətirmək də mümkün deyil, öldürmək də mümkün deyil. Artıq böyük, nə qədər, bilirəm nə qədər də pul ayırıblar, amma yenə də gec deyil. Geri çəkin, kirlərinizi geri çəkin. Bu çıxış yolu deyil, bu həll yolu deyil. Buyur. Tural, demək Zahid Orucun bu çıxışında artıq görünür ki, acizdir. Zahid Oruc demişdi ki, belə çıxışlar etkinə, məhkəmə haqqına deyilən 2024-cü ildə, 2025-ci ildə bizlərə qarşı cinayət işi açıldı və bizlərlə bağlı Azərbaycanın dırnaqarası hökmlər çıxardıldı. Və mən hökmü qəbul etmirəm, çünki yenə deyirəm, mən 1976-cı ildə dünyaya gəlməmişəm. Nə də ki, məni deyirlər ki, güya ki, vəkillə təmin etmişdilər. O vəkil heç vaxt mənlə əlaqəyə keçməyib. O özü də absurd, qeyri-qanuni bir məhkəmə prosesidir. Və onu da bildirmək istəyirəm ki, açıq şəkildə demək istəyirəm ki, Fransa mənim dırnağım belə, tutulan belə dırnağım belə Azərbaycan hakimiyyətinə heç zaman verməyəcək. Əgər Fransa mənə Azərbaycan hakimiyyətinə verəcəksə, Fransa məni bu günlərin polis mühafizəsində 24 saat qapının arxasında polis mühafizəsində yaşatdırır kimi. Fransa gerçəyi başa düşür. Əgər Fransa bilsəydi ki, mənim hər hansısa nə bilim kriminalla, hər hansısa bir nə bilim yoldan keçən bu dələduzla şəxsi problemim olsaydı, bu günlərin məni qorumazdılar. Heç bu günlərin məni belə deyək də bu formada təhlükəsizliyimi təmin etməzdilər. Fransa başa düşür ki, məni öldürmək istəyən Azərbaycan hakimiyyətidir. Yadına gəlsə, Tural, mən ilk dəfədir bunu deyirəm. Mənə bir şəxsən bir diplomat demişdi ki, səndən bağlı yardımcı biz təqribən keçən illərin məhkəmədən qabaq deyilmişdi ki, Tural Sadıqlıya deyilən ki, çox diqqətli olsun, onunla bağlı çox ciddi işlər gedir. Onun mənə elə bir şəxs demişdi ki, mən onun adını heç vaxt deməyəcəm. Bir diplomat idi bunun mənə. Şəxsən mənə Tural Sadıqlıya bağlı alarm vermişdi ki, Tural Sadıqlıya zəng ilə deyilən ki, ehtiyatlı olsun, diqqətli olsun. Və mən bu məlumatı Tural verən sonra təbii ki, Tural var getdi, hüquq mühafizə orqanlarına məlumat verdi. Sözümün canı ondadır ki, hər kəs hər şeyin fərqindədir. Başa düşürsünüz? Yəni bunlar Fransaya müraciət etdilər, Almaniya müraciət etdilər. Bunlar dedilər ki, basın bayrağı. Davay durun buradan sürüşün. Başa düşdün? Bunlar dedilər, bəs biz Azərbaycanın məhkəmə hökmü deyir. Azərbaycanda Azərbaycanın universitetlərinin diplomları Avropada tanınmırsa, Azərbaycan məhkəməsi necə məhkəmənin qərarı gəlib Avropada tanına bilər? Başa düşə bilirsiniz? Azərbaycanda nə universitet diplomları, nə məhkəmə qərarları, nə filan heç bir tanınmır Avropada. Adam bir öldürüb bura qaçana haqqında axtarış verirlər. Avropa deyir ki, bu şeydir, bu təzyiqdir. Çünki bilirlər ki, Azərbaycanda bütün şübhəli yanaşırlar. Hətta qatil məsələsində belə şübhəli araşdırırlar və s. Ondan sonra özləri araşdırmadan geri vermirlər. Vermirlər. Məsəl üçün, bax, bu Ramazan Yamanla bağlı. Neynədilər? Ramazan Yamana deyildilər ki, güya da indi Rusiyada onunla bağlı Interpol şeyi var idi, axtarışı vardı. Güya ki, o hər hansısa bir terror qruplaşmasına yardım etmişdi. Belə bir söhbət var idi. Fransa neynədir? Fransa baxsa gördü ki, bu şeydən gəlir. Adı nədir onun? Hardan gəlir bu? Bu tələb etmə, Rusiyadan. Bu adam da gəlib nə ilə bağlı danışır? Azərbaycanın mühacirlərin öldürülməsi ilə bağlı. Və şübhəli yanaşdı. Rusiyadan sənədləri tələb edəndə ki, sənədləri ver, sübutları ver. Yəni, arxası boş qaldı. Azərbaycanın da mən çağırış eləmişəm. Mən yenə də deyirəm, Tural Sadıqlının efirindən deyirəm, Azad sözlərlə deyirəm, Made in Azərbaycanı deyirəm. Bütün Azərbaycanlıların hüququdur, haqqıdır ki, çıxıb meydana İlham Əliyevi devirsinlər. Əgər bir insan diktatordursa, bir insan öz xalqına zülm edirsə, mən çağırış edirəm burada, Məhəmməd Mirzə olaraq. Çıxın meydanlara, bu diktatoru devirin. İlham Əliyev mən diktatoru kimi görürəm. İlham Əliyev mən bir şərəfsiz, əxlaqsız bir insan kimi görürəm. Yenə buna qarşı cinayət işi açın, problem yoxdur. Sözümün canındadır ki, Fransada, Almaniyada, İspaniyada, Avropa ölkələri demokratiyanın
beşiyidir bunlar. Bunlar heç zaman nə Tural, nə Məhəmmədi verməyəcəklər. Nə də siz gəlib burada bu terror aktını törədəndə sizə sağ ol deyən olmayacaq. Bilirsiniz ki, 26 mayda mənim məhkəmə prosesim başlayıb. 9 nəfərlə. 10 nəfər idilər. Bir nəfərə 10 il hökm çıxarıldı. Bu böyük məhkəmədən öncə hərya makvə edib 10 il getdi içəri. İndi də qalır kimlər? 9 nəfər. 9 nəfər deyə bilirlər ki, Azərbaycan hakimiyyəti elə bilir ki, onlar ağızdan asla danışmadılar. Telefon dinləmələri var, kamera dinləmələri var. Onların kimlərlə kontakt qurduqları var. Ağsaqqallılar var onların. Ağsaqqallı daydayları var. Bəylər Əyyubov var bu söhbətin içərisində. Adil Əliyev var bu söhbətin içərisində. Anar Əlizadə var bu söhbətin içərisində. Elə bilirsiniz ki, yaxanızı qurtaracaqsınız və yaxud da Vidadi İskəndərli məsələsi. Sabah Tural Sadıqlı gəldiniz, hücum elədiniz. Nə isə dəyişəcək? Heç bir şey dəyişməyəcək. Tural Sadıqlı az önce dediyi kimi. Əgər insansınızsa, baxın, yenə deyirəm, açıq şəkildə deyirəm mən. Əgər insansınızsa, biz Azərbaycan vətəndaşıyıq. Əgər siz özünüzü Azərbaycanlı hesab edirsinizsə, bütün məsələlər masada həll olunur. Nətər olur ki, Ermənistanla müharibə ediniz bu günlər indi Paşinyanla əl-ələ, Paşinyana Paşik deyirdi İlham Əliyev, Paşinyana iti qovan deyirdi, it deyirdi, çaqqal deyirdi. İndi nə oldu? Çaqqalla əl-ələ verib, düşmən deyirdi, düşmənlə əl-ələ verib salam əleyküm edə bilirsən. Biz nə eləmişik ki? Hə? Biz Azərbaycan əskərinə güllə atdırmışdıq, məsəl üçün deyim də. Gəlib Azərbaycan əskərini yaralanmışdıq. Biz düşmən deyib ki, Azərbaycanlıyıq. Yenə deyirəm, çıxış yolu var, hər şeyin çıxış yolu var. Və bunun qorxumdan demirəm ha. Sadəcə deyirəm ki, Azərbaycan adına ləkə gəlməsin. Gəldiniz, məni vurdunuz Fransada. Hər tərəfdə deyirlər ki, Azərbaycan terror dövlətdir. Bütün Fransada Azərbaycanı tanımayan fransızlar belə Azərbaycanın mənim sayəmdə, mən vurulmağım sayəsində tanındı. Necə tanındı? Terror dövləti kimi. Mən yenə deyirəm ki, addım atanda vəhşilik etməyin. Bura Azərbaycan deyil. Azərbaycanın daxilinə vəhşilik edə bilərsiniz. Birini kamazla vurub öldürürsünüz. Birini nə bilim maşınla vurub yaralayırsınız. Birini həbsxanada aparıb zəhərləyirsiniz. Xərçəng xəstəsinə tutursunuz. Nə bilim iynə vurursunuz. Azərbaycanın daxilində elə bilirsiniz. Sizin öz yuvanızda, hər kəs öz yuvasında hər şey edə bilər. Amma Avropada bunu etməklə yalnız tək öz adınıza deyil. Amerikada etdiklərinin də cəzasını çəkəcəklər təbii ki. Onu mən açıq aydın deyirəm. Onu Fransada eləyə bilməzdilər. Onu Almaniyada eləyə bilməzdilər. Eminə niyə eləmədilər onu? Hə, Zontiklə deyən dedi ki, eləməcnə. Eləmə bizi minərlər burada. Görmədiniz, acizənə bir səhvlərinə görə neçə saat onları orada maşınlarını saxladılar. Fransada onu eləyə bilərlər Məhəmməd Mirzəliyə. Məhəmməd Mirzəli yumruq ata bilərlər. Həmən adamı minərlər həmən dəqiqə. Baxmazlar, heç kimsən diplomatik pasportun yoxdur. Qolların qandalıyıb o dəqiqə içəri. Başa düşdü? Sözümün canı ondadır. Zahid Oruca zəng edəcəksənmi? Zəng edirəm, o zəng edirəm bir dəqiqə. Ondan da əlavə. Xahiş edirəm, yayımı, videonu bəyənin, paylaşın, Zahid Oruca zəng eləsin, bir halını soruşsun, necədir vəziyyət? Ondan da əlavə bir şey deyim ki, Zahid Oruc Fransaya ayaq basan kimi Zahid Orucun qolları qandallanacaq. İndi təbii ki də indi Almaniyadan giriş filan, Belçikadan giriş filan eləməsə, hava yolu nəqliyyatından düşən kimi Zahid Oruc harda polis kontrolu olursa, orada düşən kimi Zahid Orucun qolları qandallanacaq. Çünki Zahid Oruc mənim öldürülməyim üçün çağırış edir. Zahid Oruc minəcəklər. Və Azərbaycan hakimiyyətinə səslənirəm. Mirşahin olsun və yaxud da digərləri olsun. Zahid Oruc zəng eləməmişdən qabaq. Demək istəyirəm ki, bütün dediyiniz sözlər hamısını mən rəsmiləşdirirəm. Həmçində Tural Sadıqlı, həmçində digər şəxslər. Dediniz bu günlərim, səhər günü Poxtoplant polisdə. Hər şey rəsmiləşdirirəm. Və dediyiniz hər bir söz bu 26 maydakı məhkəmədə hamısı orada keçəcək. Zahid Oruc demirsiniz Azərbaycan hakimiyyəti Məhəmməd Mirzəni öldürmək istəmirəm. Demirsiniz ki, biz deyilik. Onda niyə görə Məhəmməd Mirzəli hətta vurulandan sonra ona qarşı ölüm çağırış edirsiniz Milli Məclisdə? Bunlar faktlardır. Özünüzü poxa salmısınız, zibilə salmısınız. İndi deyirsiniz ki, Almaniya Tural Sadıqlıyı mənə vercinə. Deyək gəl, verəcəklər Tural Sadıqlıyı. Zəng edirəm Zahid Oruca. Bu WhatsApp-dan giram. Telefon nömrəmi belə görsə şey edəcək. Gözlə görünmür. Aç görək. Mən də çəkəcək. Açmır. Qoşat göndərim ona. Zahid Oruc, kişiliyin qeyrətin namusun olsun, Aç günən görüm, qorxma günən, Qorxma. Mən sənə kimi şey deyirəm. Adı nə deyim? Nəysə. Sənə mən sadəcə onu demək istəyirəm ki, sən çox şərəfsiz, çox əclaf, çox biqiriyyət bir insansan. Yadına gəlir Zahid Oruc. Mən sənə bir dəfə mesaj yazmışdım. Hardasa 2024-cü ilin Ramazan ayında idi. Elə
bu ərəfələrdə hərəsə bir 10 gün, 15 gündə hələ bir vaxtımız var. Mesaj yazmışdım ki, bu əclaflıqla, bu şərəfsizlikdən heç bir şey eləyə bilməyəcəksiniz. Sən isə mənim mesajımı cavabsız qoydun. Sənə yenə də yazıram. Ay əclaf, ay şərəfsiz, ay biqiriyyət. Sənin bu günlərin qolların qandallanıb həbsə girərsən. Amma yenə Məhəmməd Mirzəli bu çıxıb efirdən deyəcək ki, İlham Əliyev şərəfsizdir, biqiriyyətdir. Və sənin etdiyin bu cinayətlərə görə, sənin bu etdiyin bu cinayət çağırışlarına görə çox namussuz və çox uğraş adamsan, ay Zahid Oruc. Açmadın, qorxdun, qaçdın. İlham Əliyev necə ki, Brüsseldə bizim qarşımızdan Ağası Əlin Ağayevdən də danır. Atan Əlin Ağayevə də, papa Əlin Ağayevə də səslənirəm. A biqiriyyətlər. Az qalıb, az, çox az qalıb. Yadına gəlir də Tural, biz adı nədir? Brüsseldə İlham Əliyevin qarşısında Mesaj çatır. Yəni baxın. Yəni 2 xətt çatırmı? Bir kaptur ekran eləyim, istəmirəm da indi şey düşsün. Bax ona mən neçə vaxtı zəng eləyirəm da. Bax. Görsən mən beləyəcəm. Ona mən zəng eləyirəm da, başa düşdün, ona mən səs də göndərirəm, ona zəng də edirəm, nə qədər eləyirəm, açmır. Nə bu canlı yayımdan qabaq da mən ona zəng eləmişdim ki, bəlkə açar, bəlkə deyəm ki, bizim suallarımız cavablandır filan bəs məkan açmadı. Amma mesaj çatıb 2 xəttdir. Bilməm oxuyacaq, oxumayacaq. O vaxt atdım ona. Baxdı, atdı kanta, getdi. Bilir də hardan gəlir. Fransız nömrəsi, Məhəmməd nömrəsi ola bilər. Bilir ki, o Fransızdan yalnız bir nəfər zəng edir, o da mənəm. Yəni bunlar belədir. Yəni bunlar bizim qarşımızdan qaçırlar. Bunlar elə o Milli Məclisdə çıxış etməklərinə və yaxud belə qürrələnmələrə baxmayacaq. İlham Əliyev Emin dayanıb sualına cavab verə bilməzdi. Deyərlər, gəl bura görüm. Gəl görüm bura. Nədir sualın? Verginən sualı görüm mən. Və yaxud heç burada sual vermirəm. Gəl keçək içəri və yaxud gəl keçək orada yerlər qurulmuşdu da jurnalistlər üçün. Postlar qurulmuşdu ki, postların içərisində suallara cavab versin. Gedərdi ora, onu deyərdi ki, elə orada var idi də İctimai TV-nin, Real TV-nin, AS TV-nin jurnalistləri. Amma Emin Hüseynovu 3 qoruma saxlamışdı. 5 metr arada saxlamışdı. İcazə verərdi o bütün jurnalistlərə qoşulardı, o da bir sual var. Hə, təbii ki, sualını verərdi. Məsələn, Azərbaycan demokratiyanın durumuna bağlı. İlham Əliyev yenə basıb bağlayardı ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur, insan haqları yaxşıdır, filandır, bu sənin iftirandır, bizə qarşı atırsan. Niyə vermədi? Niyə demədi? İlham Əliyev nə dedi? Deyir, dünyada azad mətbuat yoxdur. Azad mətbuat yoxdursa biqiriyyət. Onda niyə görə İctimai televiziyaya müsahibə verirsən? Hə? Niyə Real TV-yə müsahibə verir? Azad mətbuat yoxdursa. Hə? Niyə və yaxud da ingilis dilində mənim sənə təsir eləyir? O ingilis dilində bir nəfər var, Tural, mən göndərmişdim də, gözlə onun sağdan deyəcəm indi. O bir şərəfsiz var, bir qiriyyət var orada, bir nəfər, gözlə. News onu Azərbaycan açıb o kanalı. Onun sənədədir. Bu Azərbaycan xalqının bunlar bir sənədədir. Yəni ki, anladırlar da, başa düşdün, Azərbaycan xalqını dolayıblar barmaqlarına da. Demək bir dənə News bir dənə adında bir dənə kanal var. Güya ki, bunlar bütün gün Azərbaycan dilində paylaşır şeylər. Buna baba. Görürsüz baba. Babun görürsüz baba. Bu yaxınlaşıb İlham Əliyevə şey dilində, ingilis dilində sual verir. Bunu özü bilirsiniz şimdi. Bəlkə İlham Əliyevi alladırlar. Bəlkə deyirlər ki, İlham Əliyevə bu xarici jurnalisti cənab prezident bunun bir dənə suallarına cavab verir. O İlham Əliyev bilmirsə onun adı Orxan Amaşovdur. O adamın adı Orxan Amaşovdur. Azərbaycanlıdır. Azərbaycan dilində bütün gün danışır. Azərbaycan dilində paylaşımlar edir. Amma İlham Əliyevə gəlib çatanda yoxdur axı. Heç kəs İlham Əliyevə maraqlanmır. İlham Əliyevi qozunu alan yoxdur dünya mətbuatında. İlham Əliyevi vecini alan yoxdur dünya mətbuatında. Başa düşürsünüz? Gəlib kimsə desin ki, cənab prezident, dünyanın biz gördük. Dünya kimsə haqqında deyə bilərsiniz. O deyir ki, hə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi. Bitib qaqaş bu söhbət. Bitib bu söhbət. Bu söhbət marağında deyil. Marağında deyil heç kəsin. Heç kəs bunun vecinə almır. Yalnız bir dənə o yetimlə Donald Trump'dır. Ona yaşlaşdıqdan ağlı gedir, başını itirib. Donald Trump'dır. Hər bütün konferansda Rusiya ilə Ukrayna arasında demiş ki, gələcəm mən 3 gün ərzində şey eləyəcəm. Adı nədir onun? Sülh müqaviləsi bağlayacağam. Uca 2 il keçir, hələ sülh müqaviləsi yoxdur ortada. Çünki heç kəs Donald Trump'ı o ad çəkilən ölkələr, Rusiya belə, Putin belə hərrəmir, elə basbarədir. Hələ tullanır buradan Donald Trump'a, başa düşdün? Heç kəs hörmət eləmir dünyada. Fransa belə Donald Trump'ın bu, nə bilim, bu sülh konferansına nümayəndə heyət göndərmişdi. Emmanuel Macron gəlib orada oturmadı. Almaniya kansleri getmədi ora.
Bilirlər ki, Donald Trump səfəri, tüfeğli həyat sürən adam, biznesmendir. Hər şeyə biznes gözü ilə baxır. Gördün orada nə dedi? Bəhreynin şeyinə, başçısına dedi o milyarderdir, onun pulu var, o harda istəsə otura bilər. Yəni Donald Trumpa pul lazımdır. Donald Trump şəkk edir, pul lazım. Donald Trumpdan milyardlar, milyonlar lazımdır. Donald Trump nə Amerikanlar düşünmür, nə Azərbaycanlılar düşünmür, nə də ermənilər düşünmür. Yəni Donald Trumpın vecinə deyil, Azərbaycan sabahlarını yenə müharibə eləyəcək, eləməyəcək. Donald Trump deyir ki, mənim dövrümdə o Nobel sülh mükafatı almaq istəyirdi. Ona gəldilər, şey verdilər. Onu vermədilər. Yəni Trump mənə deyir ki, filmdə bəzi sözlərdən istifadə edir. Mən yəni nə deyirəm, yəni cəhənnəm. Venezuelanın müxalifətinə verdilər. Hə, görə ki, Venezuela şey elədi, nə bilim şey elədi, görə nə qarmaq istədi. Donald Trump'ı heç kəs vecinə almadı. Dedilər həbsini bas bayra. Və deyir ki, indi Danimarkada Danimarka deyir, Norveçə deyirdi. Deyir ki, siz deyir, mənə deyir, sülh mükafatı vermədin. O həmən ölkənin prezidenti qalxdı, Norveçin başlanıcısı deyir ki, açıqdır, mən deyir, özüm deyir, qərar vermirəm. Donald Trump'ın düşüncəsi odur ki, diktator düşüncəsidir. Yəni, tüfeğli həyat sürən bir biznesmen düşüncəsidir. Anar Əlzadənin düşüncəsi kimi bir şeydir. Yəni ki, onun düşüncəsindən deyir ki, mənə vermədin, mən də indi sizə sanksiya qoyacağım. Mən qoyursan, qoy da. Fransa, Amerika şərab satmasa nə olacaq ki? Almaniya və yaxud da hamburger çörəyə göndərməsə nə olacaq ki? Yəni, itirən Amerika olacaq, Donald Trump olacaq, yəni Donald Trump'ın ətrafı olacaq. Və İlham Əliyev özü də sonuncu biabırçılığa imza atdı. Elə düşündü ki, mühafizə xidmətinə desək ki, oradakı mühacirləri döyün, Amerikada Əliyevin otelinin qarşısında rahat olacaq. Çünki Trump da biznesmen də eyni ağıldadılar, ona heç bir problem yaratmayacaq. Amma anlamır ki, anlamalıdır ki, təkcə Trump administrasiyasından ibarət deyil, Amerika Birləşmiş Ştatları Washington Post qəzeti yazdı, The Guardian qəzeti yazdı və sair saytlar onlara istinadən yazır. Bu ikisi yazmış olsa bəsdir. Bir Washington Post bu haqda yazsa ki, Əliyevin mühafizəçiləri zorakılıq edib, döyüblər azadlıq istəyən mühacirləri, bu bəsdir. Amerikanın bütün saytları, qəzetləri onlara istinad edib yazacaqlar və yazdılar da. Və indi araşdırma etmək məcburiyyətindədirlər. Yəni bu, deyək ki, Əliyev öz lobbisindən və s. Trumpla münasibətindən istifadə edib, bunu örtbasdır elədi. Çox da onun özünün orada problemi yaranmadı. Başqa ölkələrə gələndə, indi Almaniya, Münxen konferansına gələndə, Fransaya gələndə, başqa ölkələrə gələndə, onun mühafizəçiləri 1-ə 5 titizlənərək izləniləcəkdir. Onlara məhdudiyyətlər qoyulacaq. Qara siyahıya düşdü. Adını batırdı İlham Əliyevin özünün. Bu günlərdə gördüm, mən başqa bir nəfər kimsə yazmışdı ki, əslində mühafizəçilərə təşəkkür eləmək lazımdır. Biz də təşəkkür edə bilərik ki, Əliyevin özünü bundan böyük biabır eləyən olmazdı. Yəni, siz özünüzü nə hesab edirsiniz? Tural, demək bir şey əlavə etmək istəyirəm mən burada. Bax, çox təəssüf olsun ki, İlham Əliyev, yəni ki, hazırda Fransa bilsən ki, hazırki Fransa hökumətindən, yəni ki, arası o qədər də yaxşı deyil. Heç gəlməyib, illərdir ki, Fransaya gəlmir. İllərdir ki, gəlmir. Səhv etmirəmsə, yaxın dəfə 2009-cu ilə gəlmişdi. Amma istirahətə gəlir Fransanın cənubuna. İstirahətə gəlir, o istirahət başqa, o istirahət başqa. Yəni, dövlət səviyyəsində, yəni ki, İlham Əliyevi sıra dəvət eləmirlər Fransada. Bilirlər ki, İlham Əliyev də Donald Trump kimi tüfeğli həyat yaşayan bir adamdır. Diktator da başa düşdü, yəni ki, mənasız bir adamdır. Və mən Allaha dua edirəm ki, İlham Əliyev gəlsin bu günlərin burada, yəni rəsmi şəkildə. Və mən də gedəm həmən ki, o necə ki, o bizim o dostlarımız, qardaşlarımız var, Amerikada çıxıb mikrofonla İlham Əliyevə qarşı çağırış edirlər. İlham Əliyev diktatorsan, şərəfsizsən, bir yeyəsən deyə. Mən də mikrofonumu götürəm gedəm ora və görəm o hərəkəti mənə eləyə bilərlər. Görüm o mənim də mühafizəçilərimin qarşısında, mənim mühafizəçimin qarşısında mənə itələyə bilərlər. Mənə nəsə bir əl qol ata bilərlər. Hə? Brüsseldə etdiyi hərəkətləri Fransada mənə eləyə bilərlər. Elə onun tapancasını alıb onun dalına, yəni arxalarına yeridərlər. Mənim elə buradakı olanlar. Düzdür. Bunlar bilirlər ki, Tural, biz mühafizəçi deyəndə, Fransa bizi qoruyur deyəndə elə bilirlər ki, bizi burada öz tanışımız, ərəblər, nə biləm beləsinə salam verdiyimiz adamlar, yadlar qoruyur. Emincə də o vaxtda o gəlib o sərhəddə tutulan adamlar elə demişdilər ki, ya gedin narahat olmayın, orada şeydir, ərəb dostları filanları qoruyur. Başa düşmürlər ki, mən dövlət səviyyəsində qoruram. Dövlət mənim təhlükəsizliyimə garanti verir burada Fransada. Sabahlar İlham Əliyev gələndə də mən çıxacağam İlham Əliyevin qarşısına, İlham Əliyev mikrofonla sən şərəfsizsən, bir giriyəsən. Görün bir dənə hansı İlham Əliyevin köməkçisi mi deyim, nəzarətçisi mi deyim, İlham Əliyevin tulası mənə yaxınlaşa bilər.
Hə? Bıçaqla mı, nə bilim, yumruqla mı filandır. Həm adam yumruğunu elə özünə yeridərlər həm. Bunlar elə bilirlər ki, yəni biz qorunuq deyəndə biz elə bilirlər ki, dostumuz, tanışımız bizi qoruyur. Biz sizə qorunuz deyəndə Turalı da, məni də və yaxud da digərlərini də ciddi nəzarətə ötürüblər, qoruyurlar və biləsiniz bunu. Yəni gələn adam, mən hər dəfə bəzən hətta deyirəm ki, kaş ki elə İlham Əliyevin göndərdiyi adam elə belə bugündən gəlirdi. Kaş elə çıxardıydı, mənə bir bıçaq çıxardıydı, arkasını görürdülər ki, sonra nə olur? Ciddiyyətini anlayırdılar. Mən gəlmək istəyirəm ABŞ-dakı baş verən bu qalmaqalla bağlı, mühafizəçilərin mühacirləri döyməsi ilə bağlı yeni qoşulan izləyicilərdən xahiş edirəm, bəyənin, paylaşın, daha çox insan izləsin. Özlərini biabır etdilər və bir-birlərini təksib elədilər. İlk bu videoları paylaşdıqda biz ki, mühafizəçilər mühacirləri Amerikada döyürlər, Azərbaycan hökumətinin saytları, tulaları tez əl-ayağa düşdülər, bu başlıqdan paylaşdılar. Bəzi antiminli ünsürlər Amerikada prezidentin qaldığı otelə hücum edərkən mühafizəçilər tərəfindən saxlanıldı, qarşısı alındı. Yəni, prezidentin otelinə dedilər ki, güya mühacirlər hücum edirlər. Üzərindən bir gün keçdi, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Vaşinqtonda olan səfirliyi bəyanat verdi. Bildirdi ki, bəzi mühacirlər, kimlərsə, prezidentin təhlükəsizlik xidmətinin avtomobilinə tərəf qaçdıqları, hücum etdikləri üçün onlar müdafiə xarakterli prezidentin mühafizəçiləri qarşısını alıblar. Yəni, hökumətin saytları o zaman yalan danışır da ki, prezidentin otelinə girmək istəməyiblər. Prezidentin oteli də deyil, o boyda oteldir, orada 5500-dən bəlkə də otaq var, hamı gələ bilər, girə bilər də ora. Söhbət otelə girməkdən getmir, onlar otelə girmək istəməyiblər. Amma səfirlik açıqlama verdi ki, onlar avtomobilə hücum eləmək istəyirdilər. Hansı avtomobillə? Heç də prezidentin avtomobilinə yox, prezidentin kartecində olan bir avtomobil. Çünki videoda bunu bəlkə də izah edə bilərlər ki, bəs onlar orada bir dənə Sprinter, Mercedes dayanmışdı. Hansı ki, bilmirəm, 8-10 nəfərlik avtomobildir. Yəni, ora tərəf gedərkən bunlar tutub yumruqlayıblar. Onun üzünə niyə hücum eləsin ki? Mühacirin o Sprinterlə nə işi var ki? Kimə hücum elədi? Bəylər Əyibov var. Sprinterlə hamburger götürəcəkdi. Neyniyəcəkdi? Yalandır bu bütün bunlar. Arxadan qovurdular. Onlar sadəcə olaraq keçib küçənin o tərəfində azadlıq qışqırmaq istəyirdilər. Onda vurdular, yaxşı, deyək ki, siz onun qarşısını alırdınız. Qarşısını almaq tuturlar, saxlayırlar, yıxırlar yerə. Yerə yıxandan sonra 5 nəfər. Kişisiniz, hə? 5 nəfər, 1 nəfəri yuxarıdan yumruqluyur. Ayıb da. Saxladın da. Siz orada neçə nəfər idiniz? 15-20 nəfər idiniz siz. Mühacirlər orada 4-5 nəfər idilər. Cansız, bədənsiz adamlar idilər. Hamınız da eşşək boyda idmançılarsınız. Sizin deməli, siz acıq çıxmaq, döymək, əziyyət vermək. Sizə gücünüz çatır. Fərid Əskərov, bu ayıb deyil. Səni bir yenə kimi bir özünə hörmət edən adam bilirdi. Bu nədir, bu yaraşarmı bu? Nədir? Sənə bu, yəni bu görsənir ki, bu Fərid Əskərovluqda deyil. Mən inanmıram ki, o Fərid Əskərovluq olsun, adını, o təzə gəlib işə və adını batırsın. İlham Əliyev deyib ki, dağılın onu. Dağılın, vurun onlara. Əliyev deməsə belə biabırçılıq eləyə bilər Fərid Əskərov. Yox. İlham deyib də. Demək ki, Tural, Fərid Əskərov İlhamın sözündən hərəkət edir. Ən azından Fərid Əskərov şey eləyər də, o tutub saxlayırlar, eyb yox. İtələr. Vurmaq, yumruqlamaq nədir? Təpiy atmaq nədir sən? O birisi birində başqası. Ümumiyyətlə heç yaxınlaşmır, sadəcə qışqırır. Baxdın o, Rəhim Yaqub. Ona hücum edir. Sadəcə qışqırır, siyasi məhbuslara azadlıq. O tərəfdən gəlir, onu yumruqlayır. Əslində var, mən sənə deyim, yəni mən bunu göstərdim həmən videonda. Bilirsən ki, yəni mən qorumadayam da, yəni ki, demək olar ki, bütün dünyadakı bütün qorumalar eyni prinsiplə işləyirlər. Yəni tək burada yalnız prezidentin mühafizəsidir. Prezidentə heç bir təhlükənin gəlməməsidir burada. Prezidentin burnu qanamamasıdır burada. Prezident girmişdi oteldə idi, çıxmışdı. Onu demirəm. Mən qorumanın prinsipini deyirəm. Yəni bilirsən ki, mən artıq 5 ildən çox qorumadayam və prinsip bundan ibarətdir ki, burada o adamlar çıxardıb silahla adam öldürmək üçün deyirlər orada.
Adam vurub yaralamaq üçün deyirlər və yaxud da kimsə döymək üçün deyirlər. Ən kritik məqamda prezidentin maşının içərisinə qoyub prezidenti oradan uzaqlaşdırmaqdan ötəridir. Mühafizə nəyə görə deyilir ki? Prezidentin mühafizəsi, şəxsi mühafizə və yaxud da blogerin mühafizəsi, jurnalistin mühafizəsi eyni prinsiplə işləyir. Yalnız və yalnız oradan hadisə yerindən blogeri, jurnalisti və yaxud da kim ki mühafizə olunur, o adamı uzaqlaşdırmaqdır. Təhlükəsiz bir yerə A nöqtəsindən B nöqtəsinə aparmaqdan ibarətdir. Və geridə qalan söhbətlər ki, bu adamlar ki, təxribat törədilər, bu adamlar ki, kortej yarmaq istəyirlər, onu saxlayırsan, vurmursan sifətinə. Qolların qandalıysan arxadan, gözləyirsən ki, polis var orada, polislər var, polis itələyiblər. Onu durdursun, başa düşdün. Əgər bu adam təhlükəlidirsə, onun üzrə axtarılsın, kimliyi təsdiq edilsin, niyə prezidentin məsələ üçün kortejdən hücum etdi. Burada söhbət o deyil. Burada videonun əvvəlində, o video kəsik videodur. Digər videoda görünür ki, o adamları arxa tərəfdən qova gətirirlər. Döyməyə çalışanda bu adam bilmir haraya etsin. Sola getsə döyüləcək, sağa getsə döyüləcək. O cəhətdən bu adam sağ tərəfə gedir. Yəni açıq aydın görsənirdi orada. Və həmən vaxtda adamı başlayırlar döyməyə və keçirlər yolun üstünə döyməyə. Bu konkret pozuntudur. Buna görə Emmanuel Macronun keçmiş qorumasına cinayət işi açıldı Fransada. Bu adam məhkum edildi. Emmanuel Macronun keçmiş qorumasına ki, Bəylər Əyibov səviyyəsində olan bir şəxsi həbsə atdılar. Cinayət işi açıldı. İndi qaçıb gedib, indi İsveçrədə oturub. Yəni, sözümün canındadır ki, belə qanun pozuntuları görməkdən gəlmək olmaz. İlham Əliyev özünü biabır etdi. Baxın, İlham Əliyevin Amerikaya getməsi ilə bağlı heç Washington Post bir yazı yazmamışdı. New York Times yazı yazmamışdı. Heç kəs deyirəm ki, İlham Əliyev vecini almır. İlham Əliyev tullantıdır. İlham Əliyev deşədir, fransızlar deyir ona. Yəni tullantı bir zibildir İlham Əliyev. Bir salafan paşetidir ki, atırsa zibilanı çıxdı etdi. İlham Əliyev heç kəs vecini almadı orada. Heç regional qəzet belə, o Washington regional qəzetinin hər hansısa bir ərazi qəzeti belə İlham Əliyevin gəlişi haqqında yazmadı. Amma İlham Əliyevin etdiyi bu şərəfsizlik haqqında, etdiyi bu əclaflıq haqqında New York Times, Washington və indi demək istəyirəm ki, Freedom Nosh adında bir təşkilat var. Onlara çağırış ediblər ki, dərhal bu adamlar cəzalandırılsın, İlham Əliyevin mühafizəçiləri haqqında cinayət işi açılsın. Zaten açılıb. Və tələb edirlər ki, bu adamlar məsuliyyətə cəlb edilsin, etdiyi əməllərə görə. Bilirsiniz ki, 2017-ci ildə Ərdoğanın mühafizəçiləri də belə hərəkət etmişdilər. Ərdoğana gəlirlər, yaxınlaşırlar, daxil olan başına Ərdoğan deyir ki, döyün. Gedirlər onun sifarişinə, adamları döyürlər orada. İnsanları əzirlər, tapdıyırlar. Yəni sözümün canındadır ki, Amerika yəni Donald Trumpdan asılı deyil artıq. Yəni Amerika Donald Trump'ın deyil. Donald Trump 2028-ci ildə rədd olub gedəcək. Onun başı yerinə başqa bir adam gələcək. Amerika Amerikadır. Amerika eləyən onun qanunlarıdır, onun hüquq mühafizə orqanlarıdır, Amerikanlardır, vətənsevərlərdir. Başa düşürsünüz ki, Donald Trump çıxıb gedəcək. Yəni Amerika öz adına İlham Əliyev kimi Şəbədulluya görə, nə bilim Donald kimi biznesmenlərə, o biznesmenə görə xələl gətirmək istəmir. Və düşünürəm ki, mən əminəm ki, bu məsələ ilə bağlı çox ciddi addımlar atılacaq. O Washington prokurorluğu və yaxud da digər hüquq mühafizə orqanları ciddi işlər görəcəklər və həmən insanlar məsuliyyətə cəlb ediləcəklər. Mən bu Amerikada olan dostlarımızdan demək istəyirəm ki, bu sizin üçün bir şans olaraq da görməlisiniz bunu. İndi eybi yoxdur, siz vəkilə 5.000, 10.000 pul ödəməyinizdən problem yoxdur, ödeyin. Amma bilin ki, bunun qarşılığında siz 10 milyon, 15 milyon təzminat ala bilərsiniz. Başa düşdünüz? Bu işə həm də biznes kimi baxın. Bu döyülməyinizə həm də biznes kimi baxın. Və tələb edin ki, sizə dəymiş zərər ödənilsin. Psixoloji, mənəvi, fiziki, ondan sonra digər iş yerinizdə işləyirsinizsə, neçə gün işləmədinizsə bunu rəsmiləşdirin, həkim raporlarını rəsmiləşdirin, polis tutanaqlarını, o polisə getdiyin verdiyi şikayətləri rəsmiləşdirin. Vəkilə ödeyin indi, 5.000, 10.000 problem yox, vəkil tutun. Azərbaycanlı vəkil yox, Amerikan vəkil tutun. Bu işin arxasından gedən həvəsli vəkil olsun. Və vəkilə deyin ki, bu işdən qazandığım təzminatın 40% sənindir. Görün vəkil necə işləyəcək. Vəkil ürəklə, canla, başla işləyib o insanları məsuliyyətə cəlb edəcək. Yox, əgər vəkil tuta bilmirsinizsə hazırda, imkanınız yoxdursa, mən sizə oradan vəkil deyə bilərəm. Xahiş edirəm, Tural, o adamlara çatdırın ki, əgər vəkil istəyirlərsə, Washingtonda mənim şəxsən öz vəkilim var. Amerikanlı öz vəkilim var. Həmən vəkilin kontakt nömrələrini onlara verə bilərəm. Onlar həmən vəkilin əlaqə saxlaya bilərlər. Məhəmməd Mirzəliyə yazarsınız. Məhəmməd, təşəkkür edirəm sənə. Artıq bir biz danışırıq və ibrət tədbir olmalıdır.
götürməlidir Azərbaycan hakimiyyəti. Hələlik bu qədər. Görüşənədək. Zahid Oruç da açmadı da. Cavab da yazmadı. Baxın bir dənə. Zahid Oruç bir dəqiqə üzr istəyirəm. Cavab gəlməyib. Zahid Oruç içdi Fanta, atdı kanta, cavab vermədi. Oldu, sağ olun. Sağ olun. Görüşənədək.